Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla sizin qarşınızdayıq. 5-11 may aralığında gözləntiləri sizin nəzərinizə çatdırmaq istəyirəm. İnsanlarımız çox narahatdır, amma rica edirəm ki, mediada yazılanlara, YouTube kanallarının başlığına çıxan o xəbər başlıqlarından əndişələnməyin. Hadisələrin gedişatına baxın. Bizim göstəricilər onu göstərir ki, hər hansı bir böyük müharibə, tutaq ki, Pakistan-Hindistan arasında hər hansı bir böyük müharibə olmayacaq, belə fəlakətlər olmayacaq. Sadəcə bunu sensasiya xətrinə yazırlar. Zaten belə bir müharibə olsaydı biz elə Cəbhə TV-də də, Cumhuriyyət qəzetində də ictimai siyasi proqnozları sizlərə təqdim eləmişik ilin əvvəlində. Orada göstərərdik. Pakistan və Hindistan arasında hər hansı bir müharibə, elə lokal müharibə də olmayacaq. Sərhəddə atışma bizdə də var, bugün də var. Bu hələ müharibə anlamına gəlmir. Ona görə ürəyinizi buz kimi saxlayın, o şeylərə enerji itirməyin. Ən yaxşısı elə gündəlik qayğılarınızla, nəzərdə tutduğunuz problemlərin həlli ilə məşğul olun. Yoxsa Çin belə başladı, filan yer belə başladı, İsrail, nə bilim, Türkiyəni tutacaq, Türkiyə İsraili belə eləyəcək. Bunlar boş şeylərdir, əhəmiyyət verməyin. Başınızı ağrıtmadan keçək proqnozlara, ayrı-ayrı zodiak işarələrinin görək vəziyyəti necədir. Qoç bürcü. Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu həftə daha çox təmin olunacaq. Çünki mayın 7-sindən etibarən maraqlı səfərlər, əsrarəngiz istirahət və münasibətlərdə müsbət dönüş yolunuzu gözləyir. Hansısa xoşagəlməzliyin baş verəcəyinə inanmayın. Biraz səmimi olun, dünyamızı, insanları daha çox sevin. Boğa bürcü. Mayın bu ərəfəsi hamıdan çox sizi sevindirməlidir. Ən az ona görə ki, hazırda hakimiyyətdə öz bürcünüzdür və bu səbəbdən də enerji sərf etdiyiniz istənilən sahədə uğurlar sizi tərk etməyəcək. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey demək olar ki, ürəyinizcə olacaq. Sevgi münasibətlərində yaranmış boşluğu doldurun. Ayın 8-də həmkarlarınızla istənilən mübahisədən çəkinin. Əkizlər bürcü. Bütün işlərinizin qaydasında gedəcəyini bildirən göy qübbəsi kiməsə yalan vəd verməyinizin əleyhinədir. Odur ki, bacarmadığınız işin qulpundan yapışmamalısınız. Əsəbi vaxtlarınızda qonaq getməyə və ya təbiət qoynunda sakitləşməyə çalışın. Mayın 6-sında və 8-də sürprizlərin şahidi olacaqsınız. Xərçəng bürcü. Bütün vacib işlərinizi ayın 7-sinə qədər tamamlamağa çalışın. Əmin olun ki, həmin vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Sonraki günlərdə isə istənilən riskli və yeni işlərdən imtina etməyi, bələd olmadığınız adamlarla ciddi məsələləri həll etməyi təxirə salmalısınız. Ayın 11-də savablarınızın sayını artırın. Şir bürcü. Əgər may ayının bu həftəsindən zövq alıb rahatlanmaq istəyirsinizsə, mütləq səfərə çıxın. Bununla siz stres və ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra, həmçinin ürəyinizi əlavə yüklərdən azad etmiş olarsınız. Ailə sevgi münasibətlərində xırdaçılığa yol verməyin. Onsuz da dünyanı nə tam şəkildə dərk edən, nə də ona bütünlüklə sülh gətirən olub. Qız bürcü. Özünüzü gərginliyə salmayın. Uzun-uzadı kiməsə nəyisə izah etmək enerji itkinizdən savayı bir şey deyil. Yaxşısı budur ki, ünsiyyəti sizi anlayan insanlarla qurasınız. Daşınmaz əmlak alqı-satqısında uğurlarınız da mümkündür bu həftə. İstirahət günlərində böyük layihələrinizin həllini sürətləndirmək üçün müzakirələrə başlaya bilərsiniz. Ailə üzvlərinizə qarşı diqqətli olun. Tərəzi bürcü. Hakimiyyətdə planetiniz Venera olduğundan ixtiyarınızda olan həftənin ümumi mənzərəsi ürəyinizcədir. Yəni ürəyinizcə olacaq. Artıq daxili süslüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz arxada qalacaq. Ətrafınıza yığışan yeni dost tanışlar isə qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə sizə yardımcı olacaqlar. Amma ulduzlar uzaq səfərləri təxirə salmağınızı məsləhət görür. Bazar ertəsi isə mübahisələrdən yayının. Əqrəb bürcü. Kifayət qədər təzadlar əfədir. Hər addımı ölçüb biçməyə çalışın. Mövqeyinizə zid hərəkətlərə yol verməyin.
Qəribə də olsa astroloji göstəricilər ayın 8-dən etibarən kiməsə güzəştə getməyi məsləhət görmür. Əks təqdirdə bütün cəhdləriniz öz əleyhinizə işləyəcək. Passivlik müstəvisində qərar tutan ailə sevgi münasibətlərinə yenidən baxın. Ox atan bürcü. Yaxşı olar ki, əsas diqqətinizi maliyyə məsələlərinə yönəldəsiniz. Özünüz də bilirsiniz ki, sizin qlobal işləriniz pulsuz keçmir. Bu səbəbdən də kiməsə borc vermək fikrinə düşməyin. Ulduzlar başqalarının şəxsi işlərinə müdaxilə etməyinizin əleyhinədir. Bu yoldan çəkinsəniz, həftə boyu bir neçə dəfə şad-xürrəm olacaqsınız. Oğlaq bürcü. Qarşınızda kifayət qədər mistik bir həftə durur. Ola bilsin ki, anlaşılmaz hadisələrlə, qəribə yuxularla rastlaşasınız. Əgər bunun qarşısını almaq istəyirsinizsə, dua və ibadətlərinizin, müqəddəs yerlərə ziyarətlərinizin sayını artırmalısınız. Mayın 5-də maraqlı bir sövdələşmədə iştirakınız da gözlənilir. Yeni iş təkliflərinə razılıq verməyin. Su tökən bürcü. Ehtiyatlı olun, səhhətinizlə bağlı xoşagəlməzliklər baş verə bilər. Ələlxüsus da ayın 6-sında və 10-da özünüzü maksimum qorumalı, əsəblərinizi cilovlamalısınız. Şənbə günü taleyinizdə müsbət dönüş yaratmaq şansınız olduğundan boş oturmamalı, həmin gün bütün gücünüzü işə salmalısınız. Bu həftə istənilən səfəri təxirə salsanız yaxşıdır. Balıqlar bürcü. Nə ətli, nə də balıq misalını indiki durumunuza aid etsək, heç də yanılmarıq. Çünki çəkdiyiniz əziyyətlər hədər gedir. Lakin inanmadığınız istiqamətdən yaranmış boşluğu dolduranlar tapılır. İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yol verilməzdir. Yaxşısı budur ki, adi işlərin həlli ilə məşğul olasınız. Bazar günü qazanmaq ehtimalınız çox böyükdür. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.